Xalqımızın ən qədim və ən sevimli bayramlarından biri Novruz. Bu bayramın öz tarixi, öz ənənələri var. Bu ənənələrdən biri də qapılara papaq atmaqdır. Əlbəttə ki, bu bir zarafat, xoş ovqat bəxş edən adətdir. Biz də bu dəfə ölkəmizin tanınmış ilahiyyatçılarına qonaq olmaq, qapılarına papaq atmaq qərarına gəldik. Bundan nə alındı? Gəlin birlikdə baxaq. Salam aleyküm. Bayramınız mübarək olsun. İcazə var. Çox sağ olun. Buyurun. Hörmətli tamaşaçılar, gördüyünüz kimi biz bugün ilahiyyatçımız Hacı Şahin Həsənlinin qonağıyıq. Hacı, xoş gördük. Bayramınız mübarək olsun. Çox sağ olun. Təşəkkür edirik ki, bugün bizi öz ailəmizdə, öz ocağımızda qəbul etdiniz. Çox sağ olun. Hacı, ilk olaraq istəyərdik bizə və tamaşaçılarımıza bu gözəl balaları təqdim eləyəsiniz. Hüseyn, bir dəfə Zeynəb. Hüseyn Zeynəb. Oğlumuz Hüseyndir, qızımız da Zeynəb. Allah saxlasın. Allah sizin. Allah yarayanlardan eləsin. Çox Bu günləri biz ənənəyə biraz ənənəni pozaraq adətən bu cür suallar axırda verilir. İstərdik əvvəldə bu sualı verək. Sizin tamaşaçılara mesajınızı, Novruz mesajını səsləndirək ilk olaraq. Bütün Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirəm. Azərbaycan xalqının qədim ənənələrindən biridir Novruz bayramı və ən geniş şəkildə qeyd olunan bir bayramdır. Novruz bayramında həyat təzələnir. İnsanlar mənəvi baxımdan bir nikbin əhval-ruhiyyədə olurlar. Bütün bu bayramı qeyd edən xalqımızı, ümumilikdə bütün insanları təbrik edirəm bu Novruz bayramı münasibəti ilə və hər bir ailəyə səadət, xoşbəxtlik arzu edirəm. Təşəkkür edirik. Biz də ilahiyyatçımızın sözlərinə, təbriklərinə qoşularaq biz də öz növbəmizdə bütün Azərbaycan xalqını təbrik edirik və istəyərdik keçək müsahibəmizə. Bu Novruzla bağlı dinimiz nə deyir bizə? Ancaq son zamanlar belə bir tendensiya yaranıb ki, Novruz adı gələndə bir qrup insanlar var ki, bunu dinimizə zidd olan bir bayram kimi qələmə verirlər. Ümumiyyətcə, İslam Novruz haqqında nə deyir? Sizin baxışlarınız, yəni sizin deyəndə ki, dinimizin baxışları Novruz haqqında nədir? Məlum olduğu kimi Novruz bayramı dini bayram deyil, İslamla aidiyyəti olmayan bir bayramdır. Və Novruz bayramının dəqiq tarixi haqqında da mütəxəssislərin müxtəlif rəyləri var. Tədqiqatçıların fərqli baxışları var. Məsələyə, yəni Novruz bayramının dəqiq tarixi bəlli deyil. Novruz çox qədim bir bayramdır. Qədim köklərə malik bir bayramdır və Azərbaycan xalqının milli adət-ənənəsidir. Novruz bayramı ümumiyyətlə milli kimliyimizin tərkib hissəsidir. Milli kimliyimizi formalaşdıran amillərdən biridir. Və eyni zamanda da mən həmişə bunu qeyd eləmişəm ki, dini dəyərlərimizlə milli dəyərlərimizin qarşı-qarşıya qoyulmasının əleyhinəyəm mən. Yəni, təbii ki, İslam bir mütərəqqi din olaraq bütün yayıldığı ərazilərdə xalqların mədəniyyətini inkar eləməyib. Yəni, əksinə İslam yerli mədəniyyətləri zənginləşdirib və özü də bu mədəniyyətlərdən bəhrələnib və zəngin bir mədəniyyət yaranıb nəticədə. İslam tam inkarçılıq mövqeyində dayanmayıb. Yayıldığı ərazilərdə İslamı yenicə qəbul etmiş xalqların mədəniyyətini təsdiq edib. Sadəcə olaraq bəzi ilahi dəyərlərə zidd adət-ənənələr olubsa, bunlar mənəvi dəyərlərə, tövhid dəyərlərinə, təkallahlıq dəyərlərinə uyğunlaşdırılıb. Novruz bayramı da belədir. Novruz bayramının əsas ünsürlərini, əsas Novruzu təşkil edən elementləri biz nəzərdən keçirəriksə, görərik ki, Novruz bayramında əsasən dinə zidd olan Novruz mahiyyət etibarından dinimizə zidd deyil. Bəzi müəyyən xurafat xarakterli adətlər ola bilər, din bunları inkar eləmiş olsun. Amma Novruz bayramı ümumilikdə dinlə ziddiyyət təşkil eləmir. Hacı, siz bir sıra dini ayinlərə toxundunuz ki, Novruzun İslamla heç bir aidiyyəti yoxdur. Götürək elə Novruz bayramında yumurtaların boyanmasını.
həmin ayın xristianlıqda da var. Pasxada yumurtanın boyanması. Bu bayramda yumurtanın, yəni Novruzda yumurtanın boyanması bir növ xristianlıqda olan o ayinlərə işarət deyilmi və yaxud da ki, elə xristianlığın özünə? Ümumiyyətlə Novruz çox qədim bir ənənə olduğundan müxtəlif dinlərin də dini ayinləri Novruza nüfuz edə bilib. Zərdüştidən qalan müəyyən adətlər ola bilər Novruzda. Azərbaycan arasında ümumiyyətlə xristianlıq da olub, xristianlıq da yayılıb. İslamla da müəyyən qədər əlaqələndirənlər var Novruz bayramını. Yəni İslam tutaq ki, bəzi insanlar bu günlərdə qusul alınmasına dəvət edirlər, yaxud da dua edilməsinə dəvət edirlər. Yəni artıq o qədər qarışıb, zənginləşib bu bayram ki, hansı ayinin hansı dindən qaynaqlandığını ayırd eləmək bir qədər də çətinləşib. Ona görə də bu ümumilikdə belə deyək, milli bir bayram olaraq qeyd olunması yaxşıdır. Ola da bilər ki, bu ayinlər müəyyən dinlərdən Novruz bayramına daxil edilmiş olsun. Burada da belə bir faciəli bir şey görmürəm. Mövzunu davam etdirərək bir məqamı sizin şəxsi fikrinizi öyrənmək istəyərdim. Bu bidət anlamına gələn ayinlərdən, Novruzda olan o bidət anlamına gətirən ayinlərdən sizin ixtiyarınızda olsa hansını xaric edərdiniz? Novruz bayramında məsələn belə deyək, qulaq falı adlanan bir ayin var. Məsələn bu dini dəyərlərlə də uzlaşmayan bir bayramdır ki, insanlar qapıları dinləyirlər, evləri pusmaq kimi adlandırılır. Evi dinləmək, ev insanın qalası hesab olunur. İnsan öz mənzilində sərbəst danışmaq istəyir və kiminsə onu dinləməsi düzdür. Bəzən deyirlər ki, insanlar bilir ki, kimsə onun evini dinləyir. O zaman çalışırlar xoş sözlər danışsınlar. Amma bu bir günlə onsuz da kiminsə dinləməsi qorxusundan biz mehriban olacaqsa, bunun bir o qədər də mənası yoxdur. Və yaxud məsələn xoruz döyüşdürmə ənənəsi var. Mən bunun əleyhinəyəm. Ki, insanlar bir tamaşaya baxırmış kimi iki xoruzun döyüşməsinə toplaşır. Baxır, bu yanlış bir ənənə hesab edirəm. Hazır son zamanlar bəzi dini qruplar Novruz bayramının Quran ayələri ilə və yaxud da ki, səhih hədislərlə təsdiqini tələb edirlər ki, bu bayramın keçirilməsi Quranla icazə verilsin və yaxud da ki, hədislərdə bu haqda nəsə bir şey olsun. Bu nə qədər düzgün tələbdir, ümumiyyətcə nə qədər düzgün yanaşmadır? Hökmə məhz Quran ayəsi və hədislər prizmasından yanaşmasını anlaya bilmirəm, başa düşmürəm. Yəni dini yalnız yazılardan ibarət bilmək olmaz. Təbii ki, Quran və hədislər bizim mötəbər mənbələrimiz hesab olunur. Olduqca mötəbər. Quran ilahi bir kitab olaraq və hədislər də məsumlardan nəql edilmiş kəlamlardır. Olduqca mötəbər sözlərdir və amma bunu qeyd eləmək istəyirəm ki, biz hər bir məsələyə hökmən Quran və hədislərdən dəlil axtarıb tapmamalıyıq. Bəzi məsələlər var ki, din onları inkar etmirsə, artıq dinin təsdiq etməsi deməkdir. Yəni dinin heç də hər bir məsələyə dair fikir söyləməsinə ehtiyac yoxdur. Bəzi cərəyanların istənilən milli adət-ənənələrimizi inkar etməsi ki, bu Quranda və hədislərdə qeyd olunmayıb, bu özü dinin ruhuna zidd olan bir yanaşmadır. Yəni din əslində insanlara bir çox məsələlərdə sərbəstlik verib, insanlar ağla və Quran və hədis məntiqinə zidd olmayan istənilən əməlləri icra edə bilərlər. Bunun üçün hansısa bir ayənin və hədisin olmasına ehtiyac yoxdur. Eyni zamanda bunu da demək istəyirəm ki, bəzi din alimləri Novruzun hansısa bir ilahi peyğəmbərlərdən birinin təlimi ilə bağlı olduğunu da iddia edirlər. Düzdür, Novruzun tarixi çox qədimdir, amma biz bütün peyğəmbərləri tanımırıq. Onların adı bizə bəlli deyil. Ola bilər ki, deyirlər, Novruz hansısa ilahi bir dəyərdir. Allah tərəfindən göndərilmiş dini təlimin bir tərkib hissəsidir. Bu fikri də irəli sürən din alimləri var. Yəni ki, bunun dini təbii ki, bu İslama aid edilmir, İslamdan çox öncə, amma hansısa bir ilahi kökə malik olması haqqında da fikirlər var. Bir də bunu da qeyd eləmək istəyirəm ki, Novruz bayramı doğrudan da insanpərvərliyi təbliğ edən bir dəyərdir. Novruz bayramı il ərzində yeni ilin qarşılanması üçün ən münasib bir gündür. Yəni il yazda daxil olur və qışda bitir. Yəni insan doğulur, boya başa çatır, yaşlanır, dünyasını dəyişir. İldə məhz
baharda, yazda qeyd olunması astronomik nöqteyi nəzərdən də daha düzgündür, daha məntiqə uyğundur və gecə ilə gündüzün bərabər olması həm də deyirlər ədaləti tərənnüm edir. Yəni bir çox pozitiv, müsbət dəyərlər var Novruz bayramında. Bu dəyərlərin dini dəyərlərlə qarşı-qarşıya qoyulması olduqca yanlışdır. Din və milli mədəniyyət bir-birini zənginləşdirməlidir belə düşünürəm. Hacı, təşəkkür edirik Çox sağ olun. bizə vaxt ayırdığınıza görə. Çox sağ olun. Fürsətdən istifadə edib, yəni bu fürsəti dəyərləndirməyə bilməzdik. Və sizin övladınız, bizim balaca qardaşımız Hüseynə də bir iki sual vermək istəyirik. Yəni ilk dəfədir görürük onu. Hüseyn, böyüyəndə nə olmaq istəyirsən? Həkim. Ay maşallah. Qiymətlərin necədir məktəbdə? Yaxşı. Yaxşıdır, əla. 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 Neçənci sinifdə oxuyursan? 3-cü sinifdə. Yaxşı. Atan kimi niyə ilahiyyatçı olmaq istəmirsən? İstəmirəm. Yəni ata özü yol seçib, sən də özün yol seçirsən. Hə. Nəyə görə? Həkim olub nə edəcəksən? İnsanları sağaldacağam və bu iş savablı iş. Bax, sən deyirsən ki, həkim olub insanları müalicə eləmək istəyirsən də. Bəli. Yəni bu insanların deyək ki, birinin əli kəsiləcək və yaxud da ki, öbürsü xəstələnəcək, onları Bəli. cismani müalicə eləyəcəksən, cismlərini müalicə eləyəcəksən. Amma nəzərə alsaq ki, atan ilahiyyatla məşğul olur, insanların ruhunu müalicə eləyir, ruhunu təmizləyir. İndi səncə atanın gördüyü iş daha savablıdır, yoxsa sənin gördüyün iş? İkisi də savablıdır, amma mən daha çox olmaq istəyirəm həkim. Sən çox sağ ol, suallarımızı cavablandırdın. İndi icazə ver bacı ilə də danışaq, olar? Buyur. Zeynəb, sənin neçə yaşın var? 3. 3. 4 Ay yaşlı. maşallah. 4-dür. Hə. Zeynəb, Hüseyn sənin böyük qardaşındır, hə? Biraz balaca. Biraz balaca. Hüseyndən böyük bacın da var, hə? Hə. Səni incitmirlər? Yox. Yox. Hüseyni çox istəyirsən, bacını? Hansını Lap çoxsan? çox istəyirdi. Ay maşallah. Allah mehriban eləsin. Hacı, bir daha təşəkkür edirik sizə bizi bu günləri evinizdə qəbul etdiyinə Çox görə. sağ olun. Bizi üçün süfrə açdınız. Ocağımızda qəbul elədiniz. Çox sağ olun. Təşəkkür edirəm. Sizin gözəl balalarla da tanış olduq. Çox sağ olun. Sizin bir daha əziz tamaşaçılar, bayramınız mübarək olsun deyirik və bunu ilə söhbətimiz bitmir, davam edəcək.